Hər il vətəndaşın internet və mobil rabitəyə çəkdiyi xərclər artır. Gündəlik ehtiyaca çevrilmiş bu xidmətlərin qiyməti gün keçdikcə daha da bahalaşır. Vətəndaşın cibini daha çox yükləyir. Tariflər dəyişir, nömrənin aktiv qalma müddəti azalır. Mobil operatorlar daha az trafiki daha baha qiymətə təklif edir. Rəsmi rəqəmlər isə göstərir ki, mobil rabitə şirkətləri ildən ilə varlanır. Beynəlxalq jurnalist araşdırmalarında Azərbaycandakı mobil operatorların dolayı olaraq Prezident İlham Əliyevin ailə üzvlərinə məxsus olması üzə çıxarılıb. Rəqəmlərə diqqət yetirdikdə maraqlı bir mənzərə yaranır. Mobil operatorların gəlirlərinin kəskin artması heç də yeni müştərilərin hesabına baş verməyib. 2015-2024-cü illər arası telefon istifadəçilərinin sayı cəmi 6% artsa da, şirkətlərin bu sahədən əldə etdiyi gəlir təxminən yarı-bayarı yüksələrək 1,2 milyard manata çatıb. Ümumi xidmət sektorunda mobil rabitənin payının ildən ilə azalmasına baxmayaraq, əldə olunan vəsaitin artması tək bir həqiqəti üzə çıxarır. Şirkətlər daha çox insana xidmət göstərdikləri üçün deyil, mövcud müştərilərə xidməti daha baha satdıqları üçün varlanırlar. Hazırda mobil rabitə bazarını 3 böyük şirkət, Azercell, Baksel və Nar idarə edir. Rəqabətin olmaması qiymət siyasətinə də təsir edir. İqtisadçı Natiq Cəfərli qiymət artımını belə izah edir. Onların arasında ciddi bir rəqabət yoxdur. Rəqabət olmayanda da təbii ki, qiymətin diktə olunması və yaxud da aşağı-yuxarı bütün mobil operatorlarda tariflərin bir-birinə çox bənzəməsinin şahidi olur. Yəni bizim kimi ölkələrdə, bir 10 milyonluq ölkədə ən azı bir 7-8 mobil operator olsaydı, o zaman seçim imkanları da artıq olardı və onların arasında bir rəqabətli mühit də görərdik. Azərbaycan qanunları sözügedən mobil operator və provayderlərə sərbəst tarif müəyyən etmə imkanı verir. Telekommunikasiya haqqında qanuna görə operator və provayderlərin göstərdikləri telekommunikasiya xidmətlərinin tariflərini və ödəmə qaydasını müstəqil müəyyən etmək hüquqları var. Elə bu minvalla ötən il ölkənin 3 böyük mobil operatoru tariflərində dəyişiklik etdilər. Fakturasız xətt abunəçiləri üçün təxminən 3 GB və üzərində olan internet paketlərinin istifadə müddəti 28 günə endirildi. İqtisadçı Natiq Cəfərli bu addımın mobil operatorların mənfəət artımında ciddi rol oynadığını bildirir. Əvvəl aylıq tariflər 1 ay idi, indi 27 gündür məsələn. Yəni bir 3 gündə olsa oradan qənaət olunur dırnaq içində və bu da avtomatik olaraq mobil paketlərin yenilənməsində həmin o 3 günün də təsiri olur. Əgər siz 1 ilə bunu vursaq, görürük ki, 36 gün eləyirsə, elə bu 1 ay əlavə ödəniş deməkdir. Elə bil ki, əvvəlki illərə nisbətən vətəndaş, istifadəçi 12 ayın yox, 13 ayın pulunu ödəyir. Yəni o 1 ay artıq ödəmə də faktiki olaraq onların mənfəətinə, gəlirlərinə müsbət təsir edən amilə çevrilir. Müqayisə göstərir ki, 2023-cü ildə Azercell 6 GB internet paketini 12 manata təklif edib və istifadəsinin aktiv qalma müddəti 30 gün olub. Hazırda eyni paket yenə 12 manata təklif olunur, lakin istifadə müddəti 28 günə endirilib. Bunu 1 il üçün hesablayanda görünür ki, istifadəçinin cibindən 10 manat 40 qəpik daha çox pul çıxır. 29 manata təklif olunan 30 GB-lıq paketdə isə bu fərq 25 manata kimi yüksəlir. Beləliklə, tarifin nominal dəyər dəyişməsə də istifadə müddətinin qısaldılması faktiki olaraq xidmətin bahalaşmasını gətirib çıxarır. Mobil operatorlar tarif dəyişikliklərini xidmət keyfiyyətinin artırılması, şəbəkə xərcləri və investisiyalarla izah edirlər. Şirkətlər bildirirlər ki, 4G, 5G infrastrukturu və texniki yeniləmələr əlavə maliyyə tələb edir.